Bəli, salam aleyküm. Bəli, bu Əzizbəyev küçəsi, Dalan 1, ev neçədir? 13. 13. Bax, indi bu həyəti çəkirik. Baba, bu həyətin, deməli, bu giriş qapı, bu balaca giriş qapısıdır, buradan çəkirik. Həyəti bu zabordur, yəni küçəyə baxan zabordur. Bax, həmin giriş qapısından duranda həyət, sağ tərəf zabordur, qonşunun zaborudur. Bu tərəfdən də həyət belə görüşür. Burada bir hamam kimisi var içərisində. Belə, baxın, bu belədir. Bu konkret, yəni buradan görürsünüz də zabor, burada krantı var. Bu hamamdır, burada yuxarıda çəndi deyəm. Burada qaz turbası ilə gəlir. Ümumi həyət budur baba. Deməli, o biri qonşu həyətdir. Burada evin, bu evdir, evin verandası girişidir. İndi yaxınlaşırıq qonşu zaboru tərəfdən. Sağ tərəf, ev kvadrat formadadır. Yəni, evin belə deyək ki, bir də çəkirəm, ev belə bir sistemdədir. Ortadan girişdir, aşağıdan hansı ki, yağış tökülməsin deyə çıxışdır. Buradan gəldi ev konkret. Buradan evin yanından 2 metr yarım qonşu arasından məsafədir. Hansı ki, mən daxil oldum. Buradan evin də bu yan tərəfi deyək də. Buradan da gəldi, çıxdıq, bax. Bura otduqdur. Bu sərhəddə deyəm. Buradan təxminən 1, 2, 3, 4, 5, 6, 7, 8 metr kənardan o şifrlər ki görükür, o şifrlər görüşən yerdən setka çəkilib, bu tut ağacı, bu sərhəddən hələ bərdədir biraz. Bax, belədir. Buradan baxırsınız, bu setkadır. Bu konkret evin arxa tərəfidir, bax. Bu evin arxa tərəfi. Çəkirəm, bunu da baxın. Bu evin arxa tərəfidir. Keçdi, buradan da yenə boşluqdur. Təxminən evin arxa tərəfi ilə, qoy onu da səslə deyim, biləsiniz. Hemen təxminən evin arxa tərəfi setkasından 1, 2, 3, 4, 5, 6, 7 metr şey var. Ev. Qədim evlərdəndir bu da. Yəni oradan da bordur. Keçdik evin o biri tərəfi. Evin tərəfi bu da 2 metr yarım qonşu evinin arasında məsafədir. Həyət çox standart formadadır. Yəni belə deyək. Bu həyətdə ploşat deyək ki, bu sahədir. Kvadrat. Evin asobu belə deyək ki, artizanı var qəşəng, gözəl suyu var. Ondan sonra qaz xətti, işıq xətti, internet xətti var. Ondan sonra qazı, suyu daimidir. Ondan hər şey var. İndi yəni evin içərisinə girmək lazımdır. Ancaq mən ayağımı soymayacağım. Buradan da indi daxil oluruq bu içəriyə. Şiran müəllim qarşıda keçir. Kim böyle bak, qalxırıq evə. Bax, işıq yanında zəhmət olmasa. Bu evin zalıdır. Yəni tam normal yaşamaq olan müvəqqəti deyilər ki, eləmək üçün. Burada belədir. Buradan bu da evin biridir, hansı ki 1, 2, 3, 4'ü. 4'ə deyək də ev təxminən belədir. Burada da şurada tam normal yaşamaq. Yəni belə deyək ki, məsələn iş görənə qədər tam normal hər cür suyu var, işığı var. Yəni belə deyək, bu da şəhərdən zəhmət olsun. Bu da ikinci otaqdır. Yəni bu otaqlar birbirine paraleldir. Bu ondan biraz böyük otaqdır. Bu belə baxın. Bu da təxminən 5'in 5'ədir. Burada da bir kran. Belə, buradan da deyən. Sonra keçdik bunun sanitar qovşağına belə, yox, kuxunusu mətbəxdir deyək də. Bu da mətbəxdir. Burada balaca qazı var, burada şey var, konkret suyu var. Yəni belədir tam.
Bir pəncərə buradan, biri də o tərəfdəndir. Konkret bax, ev budur. Yəni bir də baxırıq. Hamam sistemi dedim aşağıdadır. Yəni o da demək, o da istifadədir şeylə, həm odunla, həm qazlandı. Yəni mümkün eləmək mümkündür. Konkret bax çəkdik. İndi yavaş-yavaş həyətə çıxırıq. Həyətə çıxırıq. Buradan təxminən bu bizdə dalan deyirlər. Yəni bu küçədən çıxış yoxdur. Belə deyək ki, yəni bu küçədən sağ tərəfə keçid boş keçmək üçün yer var. Yəni məktəbə getmək, məktəbdən gəlmək, yəni o biri küçəyə keçmək. Ben bunu açıram, bir dəqiqə. İndi qonşu burada təmir işləri aparır deyə. Burada bu sol qonşu ev təxminən, bax, yenə də küçə budur. Deməli, bunun kənin altında hamamla olmaqla, bax, belədir. Ev də oradan görükür. Yəni, köhnə də o evlərdəndir. İndi buradan dönürük küçəyə tərəf. Təxminən küçə var, buradan görükür. Getməyə ehtiyac yoxdur, İkram. Buradan çıxış, deməli, haradasa 250 metr yola çıxılır Əzbəyev küçəsinə. Əzbəyev küçəsindən də 100 metr qıraqda bir saylı məktəb, orta məktəb. Və buradan bazara da haradasa 300-400 metr məsafədir. Bax, belədir. Hər kim alsa, Allah xeyrin versin.